Milyonlarla izləyicisi olan Azərbaycanlı bloger Hüseyn Həsənov Rusiya rəqəmsal təhlükəsizlik internet liqasının rəhbəri Yekaterina Mizulinanı məhkəməyə verəcəyini açıqlayıb. Bu barədə Həsənov özünün Instagram səhifəsində paylaşım edib. Onun bu addımı atmasının səbəbi Mizulinanın sosial şəbəkələrdə blogerlə bağlı səsləndirdiyi fikirlərdir. Həsənov hesab edir ki, Mizulinanın sosial media hesabı bağlanmalıdır. Qeyd edək ki, dünən Hüseyn Həsənov barəsində qiyabi həbs qərarı çıxarılıb. O, külli miqdarda pulun yuyulması və qanunsuz leqallaşdırılması ittihamı ilə 7 ilədək azadlıqdan məhrum edilə bilər. Bloger isə bu iddiaları təqzib edərək vergi borcunun olmadığını bildirib. Həsənovun beynəlxalq axtarışa verilməsindən sonra Mizulina əlavə edib ki, blogerlə bağlı hüquq mühafizə orqanlarına ilk dəfə 2023-cü ildə müraciət edib. O, Həsənovu nağıl danışan Beladus adlandıraraq onun fırıldaqçılıq fəaliyyətinin ictimai təhlükə yaratdığını deyib.